Kapitan Həsənov Vüsal avqustun 20-si 1982-ci ildə Füzuli rayonunun 2-ci Mahmudlu kəndində anadan olub. Füzuli, Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş əməliyyatlarında göstərdiyi şəxsi şücaətə görə Qarabağ ordeni və Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib. Deyirlər, vaxt hər şeyi unutdurur. Amma illər keçsə də, həmən xatirələr hər zaman gözümüzün önündə canlanır. Ateş! 2020-ci il 27 sentyabrda düşmənin təxribatının qarşısı alındıqdan sonra Ali Baş Komandanın müvafiq əmrinə əsasən əks-həmlə əməliyyatı başladı. Əks-həmlə əməliyyatında Azərbaycan Respublikasının silahlı qüvvələri və silahlı birləşmələri bir cəbhədə düşmənə qarşı amansızcasına mübarizəyə başlamışdır. Daxili İşlər Nazirliyinin daxili qoşulan xüsusi təyinatlıları olaraq Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri ilə birlikdə düşmənə qarşı xüsusi tapşırıqlar həyata keçirilir. Bizə verilmiş tapşırığa əsasən Füzuli rayonunun 4 kəndi və Füzuli Əhmədbəyli yolunun açılması idi. Və həmən kəndin yaxınlığında isə 525 nömrəli təpə var idi. Təpədə isə erməni postu həmən Füzuli Əhmədbəyli yoluna nəzarət edirdi. Mən və mənim döyüş yoldaşlarımla birlikdə biz tapşırığı aldıq və tapşırığı uğurla yerinə yetirdik. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik və həmən o 5 kənd və Füzuli Əhmədbəyli yolu düşmən işğalından azad olundu. Tapşırığın uğurla həyata keçirilməsi bundan ibarət idi ki, həmən tapşırıqda bizim döyüş yoldaşlarımızdan heç birisi şəhid olmamışdı. Mən və mənim döyüş yoldaşım Mehdiyev Telman yaralanmışdı. Mənim xəsarətim yüngül olduğu üçün biz döyüş tapşırığını davam etdirdik. Növbəti tapşırıq Şuşa tapşırığı idi. Bizə verilmiş tapşırığa əsasən Şuşa şəhərinə yaxınlaşmaq və Şuşa şəhərini düşmən işğalından azad etməkdir. Bizim yerləşdiyimiz yerlə Şuşa şəhəri arasında 30-35 kilometr məsafə var idi. Biz həmən 35 kilometr məsafəni yəni piyada qət etməliydik. Ayın 5-i Şuşa yaxınlığında demək mən düşmən tankından atılan atəş nəticəsində yaralandım. Qan itkisi çox olduğu üçün artıq insanları normal eşidə bilmirdim. İlkin tibbi yardım göstəriləndən sonra bizi orada müəyyən koordinatlar var, orada yerləşdirdilər. Həmən vaxt Şuşadan təxliyə olunmaq çətin idi. Çünki tam Şuşa işğaldan azad olunmamışdı və ayın 7-si biz demək olar ki, yararlılarla bir yerdə Şuşadan təxliyə olduq Hadrut'a. Hadrut'dan da Füzuli Mərkəz Xəstəxanasına göndərildik. Hadrut qəsəbəsində biz komplektləşməyə gəlmişdik. Azərbaycan televiziyasının belə bir layihəsi var idi, əskərə məktub. Demək, məktubları bizə vermişdilər. Mənə düşən məktub 9-cu sinif şagirdi, yəni bir qız şagirdinin məktubunu mən oxudum. Burada məktubda elə bir misralarla söz yazmışdı ki, həqiqətən də qələbəsiz biz qayıda bilməzdik. O misraları oxuduqda 30 ildə düşmən işğalında qalmış torpaqlarımızın azad olunmasını öz qələmi ilə, öz misrası ilə bizə çatdırmışdı. O məktub mənə çox təsir bağışladı. Vüsal həm döyüşçü kimi, həm iş yoldaşı kimi, həm də dostluqda necə möhkəm olunmalıdır, dostluğa hər zaman əl tutmalıdır. Bunu bir nümunə kimi də çəkmək mümkündür. Və bizim dostluğumuz indi də davam edir. Gündəlik olmasa da arada yığışıb söhbətləşirik, xidmət dövründən, təlimlərimizdən, komandir heyətimizdən mütəmadi olaraq söhbətlər edirik, yada salırıq. Dörd övladım var, öz vətənini, torpağını qoruyan insan öz ailəsini də qoruyur. Biz istəmərik ki, bundan sonra müharibə olsun. Bundan sonra bizim övladlarımız istəyərik ki, sülh şəraitində böyüsünlər və biz buna əminik.